Aleluya. Rəbbin uca adına izzət olsun. Rəbbə şükürlər olsun. İndi bu şeyləri çoxlu suallarınıza cavab alacağız. Biz oruç devrindəyik, oruç tuturuq, oruca başlamışıq. Orucumuzun birinci günüdür. Mən minnətdaram Rəbbə ki, artıq şahidçiliklər var. Özünüz eşitirsiniz ki, nəzər şahidçiliklər var. Və insanlara yavaş-yavaş açılır və daha çox açılacaqdır. Mən inanıram buna. Qardaş, bugün ikinci günümüzdür, bu xəbla günündən başlayır. Yəni birinci günü tamam oldu da bir sutkamız, o mənada deyirəm. Bəli, bir sutka tamam olur, ikinci günə keçirik. Yahya'nın müjdəsində 11-ci fəsil 25-ci 26-cı ayədə deyir ki, Dilbər xanım, ay Dilbər xanım. Dilbər getdi, öz evinə gidir. Onda ya orada sakit oturun ya da mikrofonu söndürün. Reyhan nənə. Edit yola saldım. Oldu. Aleluya, Rəbbə izzət olsun. Yahya'nın müjdəsi 11-ci fəsil 25-ci ayədə deyir ki, mən həyat və dirilmə mənəm. İsa Məsih deyir. Deyir ki, dirilmə və həyat mənəm. Mənə iman edən ölsə də diriləcəkdir. 26-cı ayədə isə deyir ki, mənə iman edən hər kəs heç vaxt ölməyəcəkdir. Və biz görürük ki, burada açıqcasına yazılır ki, inan ki, ölməyəsən. Открыто написано, что веруй, чтобы не умереть. Deyir ki, mənə iman edən heç vaxt ölməz. Sən ölməməyə inanmalısan. Sənin inanmağın bəs eləyir, artıq sən uca ölməyəcəksən. Biz Allahın evlatları kimi, biz Allahın yerdə olan izzəti kimi, biz xəstəlik haqqında, şəfa alma haqqında, ruhumuzun, qəlbimizin, bətnimizin şəfa alması haqqında düşünməli deyilik. Biz daha böyük şeylər üzərində düşünməliyik, daha böyük şeyləri düşünməliyik. Biz ölməzlik barəsində düşünməliyik. Biz xəstəlikdən, ağrımaqdan daha böyük şeyləri düşünməliyik. Ölməzlik barəsində, çürməzlik barəsində. Nəyə görə? Nəyə görə biz ölməzlik və çürməzlik barəsində? Bax, nə üçün siz bura yığılmışsınız? Siz bura Elşənə görə yığılmamışsınız. Siz bura İsa Məsihə görə yığılmışsınız. Bəs nə üçün biz xəstəlik haqqında düşünməli deyilik? Nə üçün biz ölməzlik və çürməzlik haqqında düşünməliyik? Çünki eşit, diqqətli ol indi. Biz ona görə bunlar barəsində düşünməli deyilik ki, İsa yer üzərinə ölüm, xəstəlik gətirmədi. O yer üzərinə həyat gətirdi, əbədi həyat. Əgər biz İsa'ya görə bu gün bura yığılmışıqsa və biz İsa Məsihə iman etmişiksə, nəyə görə biz İsa Məsihdən olmayan şeylər haqqında düşünməliyik? Xəstəlik haqqında, problem haqqında, çətinlik haqqında, ölüm haqqında, çürümək haqqında. Axı İsa yer üzərinə həyat gətirdi. Və biz bilirik ki, bu həyat nə ilə bağlıdır və nə üçündür. Və indi sən deyə bilərsən ki, biz bu həyatı necə ala bilərik Rəbdən? Biz bu həyatı Rəbdən necə götürə bilərik? Sual verə bilərsən, soruşa bilərsən. Və mən də sənə cavab verirəm ki, ancaq düşünərək bu həyat üzərində, İsa Məsih üzərində, İsa'nın kəlamları üzərində, müqəddəs kitab üzərində, mənim bugün təbliğ elədiyim sözlər üzərində, ancaq düşünərək biz ondan bu həyat ala bilərik. Çünki kəlamda yazılır ki, Yahya'nın birinci məktubu, Yahya'nın müjdəsi, birinci fəsil, birinci ayə, məktub yox, Yahya'nın müjdəsi, birinci fəsil, birinci ayə, nə yazır? Başlanğıcda kəlam var idi.
Kəlam Allahda idi və kəlam Allah idi. Kəlam nə deməkdir? Söz, başlanğıcda söz var idi, kəlam var idi. Kəlam bu düşüncə deməkdir. Kəlam, söz bu düşüncədir. Allahın düşüncəsi var idi yəni. Allah düşünürdü. Deməli, başlanğıcda nə var idi? Düşüncə var idi. Deməli, hər şey başlanğıcda düşüncə var idi deyilirsə, deməli, hər şey düşüncədən başlayır. Ona görə də əgər biz düşünsək ki, biz kimik? Eşidirsən məni nə deyirəm? Biz əgər düşünsək ki, biz kimik? Bax, onda ən əsas olan şeylər başlayacaqdır. Вот тогда начнется самое главное. Ən böyük, ən ucda, ən ali olan şey onda başlayacaq açılmağa bizə. Biz düşünəndə ki, biz kimik? Və ən uca, ən böyük, ən uca olan bizə açılası nədir? Çox şeylər açılacaq, amma mən birini sadəcə sənə deyəcəm, nə açılacaq. Sən düşünəndə ki, sən kimsən, onda sənə açılacaq ki, sən ilahi varlıqsan, ilahi. Başa düşürsən? Sən ilahisən, bu vəhi al. Mən hələ birini sənə deyirəm. Biz Allahın oğullarıyıq. Kəlamda belə yazılır. Əyyubun kitabı 38-ci fəsildə deyir ki, dan ulduzları hamısı bir yerdə şadlananda Allahın oğulları buna baxıb sevinirdi, ləzzət alırdı. Əyyubun kitabı 38-ci fəsil 7-ci ayəni oxusan görəcəksən. Orada deyir ki, Allahın oğulları. Bu nə deməkdir? Allahın oğlu yoxdur, Allahın oğulları var. Və o oğullar bizik. Efeslər 1-ci fəsil 4-cü ayədə nə yazır? Ki, o bizi dünya yaranmazdan qabaq seçdi. Ki, biz müqəddəs, ləkəsiz olaq, məhəbbətdə olaq, Allahda olaq, Allahın məhəbbətində olaq. Və sənə bir şad xəbərim var ki, heç nə yox idi. Xəstəlik yox idi. Ölüm yox idi. Çürümək yox idi. Amma mən var idim, sən var idin, biz var idik. Başa düşürsən nə deyirəm? Ha? Aleluya! Sevinirsən buna? Heç nə yox idi. Bunlar yox idi. Görünən heç nə yox idi. Və yuxarıda bu saydığım bu xəstəlik, ölüm, çürümək, bunlar hamısı xaricdən bizə gələndilər. Bizdə onlar yoxdur. Onlar başlanğıcda da bizdə yox idi. Bunlar hamısı ətrafdan bizə gələndilər. Ətrafdan bizim daxilimizə hücum edərək orada ağalıq etmək istəyənlərdilər. Və onun üçün də sənə gözəl xəbərim var ki, biz məhs olunmuşlarıq. Allahın məhsi bizdədir. Və onun üçün də sənə demək istəyirəm ki, xəstəliyin, çürüməyin məhsi Allahın məhsindən üstün ola bilməz. Sən saçın yommalsana indi bu söz eşidəndən sonra. Sən urra eləməyəcəkin var. Sən deməlisən ki, mən bilmirdim, mən. Ay kişi, bu xəstəlik nədir ki, o Allahın məhsindən o güclü olsun. Bu çürümək nədir ki, mən Allahın məhs olunmuşuyam. Mən sənin barəndə danışıram, bunu eşitirsən məni. Amin. Ona görə deyirəm ki, xəstəliyin məhsi, xəstəliyin gücü Allahın məhsindən, Allahın gücündən güclü ola bilməz. Yenə sual verə bilərsən mənə.
Yaxşı, bəs onda nəyə görə insanlar ağrıyırlar, ölürlər? Karimlərdə yazıldığı kimi. Bir neçəniz ağrıyırsınız, zəifsiniz, hətta bir neçəniz də ölmüşsünüz. Karimlərdə belə yazılır, 11-ci Karimdə. Nəyə görə insanlar ölürlər? Çünki yıxılmış insan düşüncəsi, Adəm kimi, Adəmdə olduğu kimi yıxılmış insan düşüncəsi. Sənə yenə bir yer deyirəm. Yahyanın müjdəsi 1-ci fəsil 9-cu ayədə açıq şəkildə yazır ki, həqiqi işıq var idi. Hansı ki, dünyaya gələn hər bir kəsi işıqlandırırdı. Sən dünyaya gəlməzdən qabaq, Allah səni işıqlandırıbdır. Başa düşürsən? Ona görə də mən sənə deyirəm ki, xəstəlik Allahın işıqlandırmasından güclü ola bilməz. Allahın nurlandırmasından güclü ola bilməz. Başa düş bunu, sən kimsən? Yenə yıxılmış insan düşüncəsi. Əgər insan fikirləşirsə ki, xəstəyəm və əlac yoxdur, bu birbaşa Allaha və onun düşüncələrinə qarşı çıxmaq deməkdir. Romalılar 12-ci fəsil 1-ci və 2-ci ayədə Əvari Pavel Allahın adı ilə yalvararaq dua edir. Allahın adı ilə deyir ki, sizə yalvarıram, qardaşlar, bacılar, Allahın mərhəməti xatirinə bədənlərinizi diri, qurban olaraq Allaha təqdim edin. Diri və müqəddəs qurban olaraq. Ağıllı qulluq üçün budur sizin ağılla etdiyiniz qulluq. Və bu dünyaya uyğunlaşmayın. Lakin dəyişin. Düşüncənizin abnaveliyası ilə, yenidən dəyişməsi ilə dəyişin. Ki, dərk edəsiniz ki, Allahın iradəsi yaxşıdır, kamildir, gözəldir. Və ona görə də sənə sual verirəm. Nə üçün Həvari Pavel bu Romalılar 12-ci fəsil 1-ci və 2-ci ayədə nə üçün Allahın adı ilə yalvarır? Allahın adı ilə yalvarır ki, düşüncəli olun. Açıq şəkildə yazıbdır. Razumla və slujeniya, ağıllı qulluq üçün. Preobrazuytis, dəyişin. Nə üçün yalvarır? Ağlınızı yeniləşdirin. Dərk edin. Görürsünüz, bu sözlərin hamısı, Həvari Pavelin yalvararaq yazdığı bu sözlər, Allahın adı ilə yalvararaq yazdığı, hamısı düşüncəyə aiddir. Amin. Görür ki, hamısı yenidən düşüncəyə gəlir, çıxır. Və biz çörək bölmə edirik. Və biz bilirik ki, çörək bölmə var. 1-ci Karim 11-ci fəsil 27-ci ayədən 30-cu ayəyə qədər oxuyacağım. Orada mən elə belə öz sözlərimlə deyəcəm. Orada deyir ki, kim bu çörəyi və yaxud bu şərabı layiqi şəkildə içməsə, Rəbbin bədəninə qarşı günahkar olacaq. 28-ci ayədə deyir ki, qoy insan özünü yoxlasın və bundan sonra o çörəkdən yeyib o kasadan içsin. 29-cu ayədə deyir ki, kim bu kasadan içərsə, kim bu kasadan layiqincə içməsə, layiq olmayaraq içərsə, o özünə mühakimə gətirir. Rəbbin bədəni haqqında düşünməyərək o özünə mühakimə gətirir. Və 30-cu ayədə
Demir ki, günahlara görə xəstəsiz. Demir ki, səhv işlərinizə görə xəstəsiz. Deyir, Rəbbin bədəninin barədə düşünmürsünüz. Bunun üçün də çoxlarınız zəifdiniz, bir çoxlarınız xəstəsiniz, hətta bir çoxlarınız da ölmüsünüz. Nə deməkdir? 27-ci ayədə deyir ki, qoy insan deyir, bu kasadan, bu çörəkdən layiqi şəkildə içməsə, necə başa düşər bunu ki, layiqincə deyil, yəni nidastoyni. 28-ci ayədə deyir ki, özünüzü sınayın, ispıtıvaydı, sınaqdan keçirdin. İnsan özünü necə sınaqdan keçirdə bilər? 29-cu ayədə deyir ki, Rəbbin bədəni haqqında düşünmürsünüz. Nə deməkdir Rəbbin bədəni haqqında düşünməmək? Ne рассуждая о теле Господнем. Nə deməkdir bu? O vaxt ki, insan Rəbbin bədəni barəsində, yəni öz bədəni barəsində, çünki bu bədən sənin bədənin deyil, bu Allahın bədənidir. Ümumiyyətlə, Allahın bədəni olmayan bədən yoxdur. Bütün bədənlər Allahındır. Yəni, sən orada deyir ki, 29-cu ayədə, sən Rəbbin bədəni haqqında düzgün düşünməsən, yəni öz bədənin haqqında düzgün düşünməsən, səninlə 30-cu ayədə baş verənlər, o yazılanlar baş verəcək. Nə olacaq? Sən zəif olacaqsan, xəstə olacaqsan və sonda öləcəksən. Burada kimsə var, mənə bir cavab versin, mən nətər danışıram, bir mənə açılır, mənim nəsə sizə çatdıra bilirəm? Mənə açılır. Bəli. Açmışam bu saat birinci Kolossiyalar 17-dən başlayır Rəbbin süfrəsi. Yəni, mən istəyirəm ki, bunlar sizə açıq şəkildə çatsın. Bütün düşüncələrimiz inanın ki, artıqlaması ilə çatır. Aleluya, Rəbbə izzət olsun. Sevinirəm mən onda ki, sizə yəni açılır. Və yenidən hamısı gəlir 29-cu ayəyə. Ki, o öz bədəninə qarşı mühakimə olaraq içir. Əgər o Rəbbin bədəni barəsində düşünmürsə, yəni öz bədəni sənin, bu bədən sənin deyil, sənə verilibdir. Amin. Nə deməkdir Rəbbin bədəni? 29-cu ayədə deyir ki, Rəbbin bədəni haqqında. Bütün yaradılış Rəbbin bədənidir. Müsülmansan, xristiyansan, ateistsən, kim olursan ol, bütün insaniyyət Rəbbin bədənidir. Bizə lazımdır bunun üzərində düşünüb, bunun üzərində fikirləşək və bizə lazımdır çox sıx əlaqədə olaq düşüncəmizlə. Çünki yazılıb ki, bu Rəbbə müqabildir, bu Rəbbə xoşdur, eta ugodna Bogu. Sənin öz ağlınla, öz düşüncənlə, öz ağlını və düşüncəni Allaha diri qurban olaraq təqdim etməyin Allaha xoşdur, eta ugodna Bogu. Eta ugodna Bogu, başqa şeylər yox. Bax, buna düşüncəli qulluq deyilir. Razumnaya slujeniya Bogu budur. Mən gündə bir neçə dəfə deyirəm, mən özümü Rəbbim, mən özümü sənə təslim edirəm. Böyük Süleyman Allahdan nə istədi? Yadınızdadır, kimin yadındadır? Süleyman nə dedi Allaha? Dedi ki, oxumuşdum, yadımdan çıxıb prosto. Zərəl yoxdur, sakit. Bəli. Oxumuşdum mən. Süleyman Allahdan dərrakəli ürək istədi. Müdriklik yox. Dərrakəli ürək istədi. Qulaq asın. Sersa razumnoya, dərrakəli ürək. Demək olar ki, Süleyman Allahdan Süleymanı başlanğıca qaytarmağını istədi. Çünki başlanğıcda kəlam var idi. O da Allahdan dərrakəli ürək istədi. Yəni kəlamlı,
fikirləşən ürək istədi. Yəni başlanğıca qayıtmaq istədi. Yəni ilk bulağa qayıtmaq istədi. Yaradılışın başlanğıcına. Çünki başlanğıcda kəlam var idi. Çünki Süleyman hər şeyi təzdən başlamaq istəyirdi. Başlanğıcdan başlamaq istəyirdi. Ona görə deyir ki, mənə dərrakəli ürək ver. Dərrakəli düşünən ürək. Amin. Çünki başlanğıcda kəlam var idi. O deyəndə ki, mənə dərrakəli ürək ver, dərrakə başla əlaqədərdir, düşüncə ilə əlaqədərdir. Çünki başlanğıcda kəlam var idi. Yəni başlanğıcda düşüncə var idi. O vaxt ki, Süleymandan sənin heç bir fərqin yoxdur. Sən elə Süleymandan daha üstünsün. O vaxt ki, Süleyman öz bədəni barəsində düzgün düşünməyə başladı. O vaxt ki, Süleyman öz ürəyi barəsində düzgün düşünməyə başladı. Onda Allah ona istədiyini verdi. Və ona görə də bu günlərim sən çörək bölməni qəbul edəndə sən öz bədənin barəsində düşünməlisən ki, sənin bədənin hər şeyin üzərinə, göylərə otuzdurulur. Ana pasajına nad nebesiya. Sənin bədənin göylərə otuzdurulur. Amin. Bəli. Dünənlərin bazar yığıncağı idi. Bizim qonağımız var idi Bakıdan, imanlılar idi. Onlar məni başa düşə bilmirdilər. Niyə? Çünki onlar kilsə təlimindədirlər. Onlar deyir, bu nə danışır? Otururlar orada, deyirlər, bu nə danışır? Efeslər 2-ci fəsil 6-cı ayədə yazılıb ki, o bizi İsa Məsihdə dirildib göylərə otuzdurdu. Ona görə də sən belə düşünməlisən. Və o vaxt ki, sən indi biz bugün çörək bölmə eləyəcəyik. Hamınız hazırlayın. Çörək bölmə olacaq bu günlərim. Çörək hazırlayın, özünüzə şərab hazırlayın. O vaxt ki, sən bu günlərim çörək bölməni qəbul edəcəksən, sən yadına sal ki, sənin bədənin hər şeydən ucadır, hər şeyin üzərindədir. Amin. Amin. Sən indi çörək bölməni qəbul edəndə sən yada salarsan ki, düşünərsən ki, bu barədə ki, mən göylərə otuzdurulmuşam. Mən göylər arası məsafələrdə gəzirəm. Mən zamanlar arası, mən üçün fərqi yoxdur. 2025, 1900-cü il, 2000 il bundan qabaq, 3000 il, mən artıq çıxmışam o sistemlərdən. Mən çıxmışam o ölçülərdən. Mən zamanlar arası ölçülərdə gəzirəm, belə düşün. Mən məkanlar arası ölçülərdə gəzirəm. Mən göylər arası ölçülərdə gəzirəm. Mən səni anlatmıram, mən sənə olanı deyirəm. Mən sənə müqəddəs kitabda yazılanı deyirəm. Bax, sənin bədənin belə izzətlidir, o belə möhtəşəmdir. Və əvvəllərdə dediyim kimi, indi də təkrar etmək istəyirəm. Allah kainata sığışmır, amma o sənin qəlbinə sığışır, o sənin bədəninə sığışdırıb özünü. O özünü kisildib ki, səni yüksətsin. Bu barədə başqa vaxtı danışarıq, o nə deməkdirsə. Deyirək, mən kisilim ki, o yüksəlsin. Allah dünyaya sığışmır, dünyadan böyükdür, kainatdan böyükdür. Sənə isə sığışır. Onda sənə belə bir sual vermək istəyirəm. Sən böyüksən, yoxsa kainat? Uşaqlar. Elxan, Elçin, Asif. İndi necə başa düşürsünüz? Siz böyüksünüz, yoxsa kainat? Biz böyücük. Mən. Amin, amin. Ona görə də biz o övünü biraz... Mən elə başa düşürəm, mən şənəmi. Mən. Halleluya, halleluya. Ona görə də demək istəyirəm ki, sənin bədənin
çox yüksəklərə, Allahın taxtına otuzdurulubdur. Belə düşünərsən bugün bu çörək bölməni qəbul edəndə. Sənin bədənin artıq geri dönməmə nöqtəsinə otuzdurulubdur. Oradan geriyə yol yoxdur. Və səni Rəbbin əlindən heç kim ala bilməz. Artıq geriyə yol yoxdursa, sən xəstəliyə necə qayıda bilərsən? Sən çürüməyə necə qayıda bilərsən? Çünki taxta xəstələr oturmur, taxta çürüyənlər, ölənlər oturmur. Taxta sənin kimi çürüməzlər, şəfalı olanlar, xəstə olmayanlar, ölməzlər otuzdurulur. Və yeganə bir dənə yol qalır. Məhəbbət yolu, lütf yolu, dünən dediyim kimi, həyat yolu, ölməzlik yolu, çürüməzlik yolu, İsa Məsihin yolu, başqa yol yoxdur. O özü dedi axı ki, mən yol və həyat mənəm. O dedi ki, həqiqət, yol, həyat, bunlar hamısı mənəm, uşaqlar. Yahya 14-cü fəsil 6-cı ayədə deyir ki, ya yeşim put istina izizin, mən yol, həqiqət və həyatam. Bilirsən, İsa burada qışqırır. İsa demək olar ki, İsa burada qışqırır, deyir ki, uşaqlar, ancaq mən adlı yol qalıb, başqa yol yoxdur, bir yol var, İsa adlı yol, həyat yolu. Və biz bu dəqiqə həmən o yolda gəzirik. Sən atadasan və ata səndədir. Başqa heç nə. Bu birlikdir, bu birləşmədir. Bu müttəfiqlikdir. Sən müttəfiqsən Allahla. Və o gün dediyim kimi də siz artıq bu yolu tək getmirsiniz. Asif, mikrofonu söndürərsən, xahiş edirəm. Siz bu yolu ata Allahla gedirsiniz. Necə ki, o gün dediyim kimi Misirliləri əlindən öz xalqını, İsrail xalqını çıxardığında deyir, sizi qanatlarım üzərində aparam. Bugün oruç dövründəyik, biz onun qanatları üzərində gedirik. Bəli, çətinlik olacaq, içəridə davleni qalxacaq, davleni düşəcək, bədən soyacaq, bədən içincək. Bunlar hamısı normallıdır, qorxma. Sən qanatların üstündəsən, Rəbbin qanatlarının üstündəsən. Amin. Və ona görə də sən bu günlərim çörək bölməni qəbul edəndə yadına sal ki, tumarda nə yazılır? Çünki Zəbur 39-cu fəsildə deyir ki, budur, mən gəlirəm, sənin tumarında mənim barəmdə yazılır. Mən gəlirəm, ona görə də sənə lazımdır ki, sən bugün yadına salasan ki, sən bu tumarda, yəni sənin bədənində Allah barəsində nə yazılır? Mən hamısını sənə sadaladım. Sənin barəndə ölməzlik yazılıb bu bədənində, çürüməzlik yazılıb. Sən taxta oturmuşsan, sən şahın oğlusan, qızısan. Eşək qardaşdan pis gedir. Bəli. Evet. Və o vaxt ki, sən öz bədənini orada yazılanlar kimi oxuyub, orada yazılanlar kimi qəbul etsən, o tumarda yazılan kimi qəbul etsən, onda şəfa qaçılmazdır. Onda şəfa nə deyil, nə şəfayı, ölməzlik qaçılmazdır. Onda çürüməzlik qaçılmazdır. Aleluya, aleluya. İndi gəlin götürəyin Rəbbin bədənini, aleluya, və dua edəyin. Ata, biz sənə təşəkkür edirik bu bədənə görə. Çörək bölmə əslində birləşmə deməkdir. Oxşar ilə birləşir. O bizi özünə oxşar və bənzər yaradıb.
və biz bu çörək bölmədə özümüzə oxşar olanla birləşirik. İsa Məsih ələ verilən gecə tələbələrini yığıb bu barədə danışdı. Onlara bölüb çörək verdi və şərab verdi. Dedi, için, bu mənim bədənim, bu da mənim qanımdır. Bu mənim qanımla bağladığım əhddir. Biz artıq birləşirik. Biz artıq ayrı bədənlər deyilik, biz bir bədənik. İsa Məsih, Allahın ilk oğlu. Biz sənə minnətdarıq bu bədənə görə. Və biz bu bədəni qəbul edərək səninlə bir olmağımızı, səninlə birliyimizi yenidən yad edirik. Və biz bilirik ki, biz sənin yaratdığın yaradanlarıq. Və ona görə də hamımız şəfalıyıq, hamımız güclüyük və hamımız ölməzik. Amin. Götür, qəbul elə. Amin. Düşün öz bədənin haqqında. Sənin bədənin haqqında yazıldıqlarını mən səsləndirdim. Halleluya.